Çok böyle geçmişe qayıtdı, çok böyle değerli sözler dedi. Aslında biz bu ölkəndə olanlarıyıq. Bizə olunan tənqidləri, bizə olan narazılara biz də olan biz qəbul edirik. Bizim heç kimlə inciməyə, heç kimlə küsməyə haqqımız var. Biz əgər bu döyüşün, savaşın girmişiksə, buradan qaçmağa da fikrimiz var. Məğlub olacağıq, falan. Bəlkə sizin düşünmədiyiniz nəticələr ola biləcək, amma əgər biz bu işə əl qoymuşuqsa, biz buradan qaçmaq üçün gəlməmişik. Və biz məğlub olsaq da şərəflə məğlub olmaq istəyirik. Bu bizim prinsiplərimizdir. Qaldı ki, digər məsələlərə səs verən hər bir təşəkkür edirəm. Çox sağ olun. Və həqiqətən bu il çox uğurlu bir il oldu. Ümumiyyətlə Azərbaycan futbolu və qeyd elədiyiniz kimi, Sənan da əvvəldən qeyd elədi ki, ilk məqsədimiz elə qrupa düşmək idi, Çempionlar Liqası qrupuna düşmək. Neçə illər idi buna sanki bir adım qalırdı, sonunda məğlub olurdu. Şükürlər olsun Allah bu il bunu Allahın köməyi ilə bacardı.